Herkese salamlayacağım. Növbəti matematiğin suallarının izahlarına baxırıq. Hər bir sualda yer bir təşəkkür için diqqət olmamız lazımdır. Lazım qeydətlər götürmək lazımdır. Çünki imtahana az müddət qalır. İmtahana qalan az müddətdə həm qaydalar keçirilmiş, həm də ki, sualların içərisində lazım olan qaydaları ümumi şəkildə xüsusiyyətləri qeyd etmək lazımdır. Dəftərə qeyd edildiyi mütəmadi olaraq təkrarlamaq vacibdir. Deməli, növbəti sualımız belədir. Deyir ki, AB çoxluqları verilir. Bunların kəsişməsi 5. B'nin element sayı 15, fərqli 7 olarsa birləşmənin sayını tapın. Belə tipli suallarda ən sadə üsul hər zaman qeyd edilmişəm ki, Venn diaqramı çəkilməzdir. Biz Venn diaqramı qeyd edirik A və B çoxluqları üçün. Bizə deyir ki, kəsişməsində 5 element var. B elementində, daha doğrusu B çoxluğunda 15 element var. B'nin tərkibində əgər 15 element varsa, 5'i bu 5 iştirak edirsə, deməli, burada 10 elementdir. Aynı B fərqində isə 7 element iştirak edir. Birləşmə dediyi hissə bunların ümumi cəmidir. 7, 5, 10 hamısını toplasaq, nəticəmiz 22 doğru da cevabdır. Növbəti sual, Murad əvvəlcə kitabın səhifələrinin 7-də 3 hissəsini, sonra isə qalan səhifələri işlədir. Diqqət edin uşaqlar, burada qalan səhifə anlayışını verir. Qalan səhifə dediyində biz də etmək lazımdır. 7'de 3'ü istifade edirsek, geride kalan ne kadar olur? 7'de 4. 7'de 4. Demek 7'de 4 hissəsini artıq biz qalan hissəsi olarak götürürük. 7'de 4'ün əlavə olarak bize 2'ləri hissəsini oxudu deyir. 7'de 4'ün 2'ləri hissəsini. Şimdi 7'de 4'ün 2'ləri hissəsini necə tapmalıyıq? Bir-birinə vurarak. Doğru cevabımız 7'de 2. Kitabın okunmamış 16 səhifəsi qalaraq. Deməli, bizdə əvvəlcə 7-3'ün oxuyub. Sonra əlavə 7-2'sini oxudu. Toplamda neçə səhifə oxudu? 7'də 5 hissəsi. 7'də qalan nə qədər oldu? 7'də 2. 7'də 2 hissəsi neçə səhifədir? 16. Deməli, biz ümumi sayını tapabilmək üçün nə etmək lazımdır? 7'də 2 hissəsi deməli 16 olan ədədi tapmaq lazımdır. Burada tapacaq bölməni yeri yetirir, 7'yi 2'ye bölürüz. Bölən zamanda tərsinə vururuq. 16'ını vururuq 2'də 7'ye. Doğru cevabımız 56. Deməli, dikkat edelim bir də. 7'də 3, 7'də 2, 7'də 5 elədi, 7'də 2 hissəsi qalır. Kitabın oxunmamış 16 səhifəsi qalarsa, əvvəl kitabın neçə səhifəsi oxunmuşdur. Dikkat edin, burada bizdə sual başqadır. Əvvəlcə neçə səhifəsi oxunmuşdur? Əvvəlcə oxunan 7'də 3'dür. Elədir mi? Düzdür? İndi bəs ümumi kitab sayına qədər oldu? 56. Deməli, biz 56'nın 7'də 3 hissəsini tapmalıyıq. 7 hissəsini tapanda doğru cevabımız deseydir? 24. Yəni B variantı. Deməli, növbəti sualımız belədir. Düzcağının perimetri 90 cm. Düzcağı əvvəlcə qeyd edək. Düzcağının perimetri 90 cm. Tərəfləri 4-5 nisbətində. Deməli, tərəflərin uzunluqlarını hansı nisbət şəklində yazmaq lazımdır? 4-5, 4x, yəni 5x formasında göstərilir. Bəs perimetrin hesablayanda tərəflər 4x, 5x olarsa necə hesablamaq lazımdır? Əvvəlcə topluyoruz. Neçədir? 9x. 9x'i nəyə vurmalıyıq? 2'ye vurmalıyıq. Çünki perimetrin düsturunu yadımıza salsa 2 vur A plus B şəklində. Düzdürmü? Ötəz daxillik edirik A plus B-ni. Deməli, əvvəlcə topluyoruz 50 neçə? 9x, 2'ye vursa 18x. Deməli, 18x ifadəsinin qiyməti 90'a bərabər. Bəs x'in qiyməti nə qədər olacaq? 98. Böldükdə 5 alır. Deməli, düzcağının tərəfləri neçə olacaq? 4-5'in 20, 5-5'in 25. Bizden istediği nədir? Sahəni tapar etmək lazımdır. 20-25. Bəli, 20-25'den vurmaq lazımdır. Doğru cevabımız 250 cm. 5. 25'i 2'ye vurup 50 bir tane yana 0 əlavə olur. 5. Növbəti sual. Dikkat edin, biz bu ifadenin okunuşunu izah edersek en daxildir, nafelerlər çoxluğunu ifadə. Yəni, hər hansısa bir enin qiymətini axtarsanız, bu nafelerlər çoxluğunun tərkibində iştirak etmiş olacaq. Və bizə lazım olan nədir? Enin qiyməti 4'dən kiçikdir. Və en bölən plus 1 şəklində olan kəsirlərin cəmini tapın. Bu hissəyə diqqət edək.
N'in qiyməti 4-dən kiçik natural ədədlər hansılardır? 1, 1, 2 və 3. Həmin deməli, qiymətlərdən istifadə edərək bizə lazım olan kəsirləri təyin edir. Olacaq 1 plus 1, yəni 2, sürət 1, bizə cəmi lazımdır. Sonra ikinci kəsirimiz 2 plus 1, 3, yuxarıda 2, 4, yuxarıda 3. Bu kəsirləri toplamaq lazımdır ki, məxrəcləri müxtəlif olan kəsirləri toplayanda necə hesablamaq aparılır? Məxrəcin əşobunu tapırdıq. 2, 3, 4-ün əşobu neçə olacaq? 12, 12. Neymiş? Hər bir məxrəcə bölərək nəyi tapırdıq? Tamamlayıcı vurgu tapırdıq, doğru mu? Tamamlayıcı vurgu tapsaq, 12 2-yə bölüşdə 6, 4, 3. Sonra həmin tamamlayıcı vurguları sürət məxrəcə vururduq. 12-də 6, 12-də 8 və 12-də 9. Məxrəc olduğu kimi qalaraq sürətləri topluyoruz. Sürətlər misalını 23. Gücün olmayan adı kəsirdir. Bunu cavabda qeyd edilmək üçün ekstralarda qarşı tərəfdə çevirmək lazım. 23-ü 12-yə bölürük. Bir dəfə tam düşür. Məxrəcimiz 12 olur. Sürətimiz neçə olacaq? 11 olur. Yəni A variantı. Növbəti sualda A-nın qiyməti -3, B-nin qiyməti -7, ifadənin qiymətini tapın. Deməli biz nə yazmalıyıq? Modulda -3 yazılır. Üzərinə əlavə edir, modulda -7 yazılır. Və modulda -3 diyoruz, -7 yazılır. Və alınan ifadələri nə etmək lazımdır? Fərqini tapın. -3'ün modulu 3, -7'nin modulu 7, cəmini tapsa 10. Deməli birinci ifadənin cavabı 10. -3'ün üzerine -7 əlavə etsək nə cavabımız olacaq? -10 modulu müsbət 10 və 10 ilə onun fərqini tapsaq doğru cavabımız bəli, 0 edir. Növbəti sualda bərabərlik doğru edən ulduzun yerinə yazılan rəqəmlərin cəmini tapın. Yəni diqqət edin. 2 mənfi ədədi müqayisəsində. Mənfi ədədlərin müqayisəsində birinci ikinciden böyüksə, biz bunların müsbətinə çevirsək. Yəni 2, 3, ulduz 7, yenə 2, 3, 5, 8. Deməli, mənfilərdə birinci ikinciden böyüksə, mənfiləri götürsə, müqayisə işarəsi necə olacaq? Dərsdə yazılır. Doğru mu? Yəni ikisi olacaq. Yaxşı, bu ifadədə ulduz işarəsi yerinə hansı rəqəmləri yaza bilərəm ki, bərabərlik doğru olsun? Ben 5 olan 5, 5, 4, 3. Deməli, ulduzun alabiləcək qiymətlər 5, 4, 3, 2 və 1. Doğrudur? Yaxşı, bizdən istədik bunların cəminin tapılması. Bunların cəmini tapsaq, doğru cavabını kesin gələcək. 15, A variantı. Aşağıdaki ədədlər dördüyünün hansı yalnız qarşılıqlı sayılı ədədlərdən təşkil olunmuşdur deyə. Yəni diqqət edək sualımıza. A variantı qarşılıqlı sayılı ədədlər hamısı olur yoxsa olmur? Olmur. Səbəb nəyə görədir? Yox. Məsələ özünün sadə olması deyil, hamısının qarşılıqlı sadə olmasıdır. Aydındır? Yəni diqqət edək. 12 və 33. Hər ikisinin ortak olduğu bölünən var mı? Bölən daha doğrusu var mı? Var. Demək ki, bunları qarşılıqlı sayılı ədədlər. Sonra B variantında necə? Diqqət edək. Hər ikisi 3'ə bölünür və yaxud bunların hər ikisi 7'yə bölünür. Demək ki, bunları da götürmək olmaz. Növbəti suala baxaq, C variantında. Səbəbini izah edək. Nəyə görə olmaz? Yaxşı, 38 özü 19'a bölünür mü? Bölünürsə demək ki, bunların ortak olan 19 böləni var ya. Düzdür, bunların 19 böləni var. Ona görə doğru cavab götürə bilmək. Yəni diqqət edək başqasına. 16, 17, 23, 45. Bunların ortak olan hər hansı bir böləni var mı? Birdən başqa. Xeyr. Ona görə doğru cavabımız elə B variantı götürə bilər. Hesablayın deyir, deməli, ilk mötərizi daxilini hesablansa 24'dən 9 çıxaraq üzərində 2 əlavə etmək lazım. Doğru cavabımız istəyir 17. Birinci ifadənin qiyməti 17. Sonra, diqqət edin uşaqlar. Bizdə bir böyük mötərizə var. Sonra digər ikinci mötərizə, bir də bu üçüncü mötərizə.
En kiçik, en daxildə olan nötrünüzdən başlayalım. 4'ü 2'ye vurun. 8, 3 da 5. Deməli onun qiyməti 5. Sonra 7'den 5 sıfır əlavə olaraq dikkat edin. 7'de 5 sıfır. Yəni çünki bu ifadənin zeynidir. 2 alınır. Deməli, sonra isə 2'dən zənd etməliyik. 2'dən 12 ismarı. Doğru cevabımız mənfi 10. Sonra isə yazırıq mənfi 5 vurulsun mənfi 10 ifadəsini hesablayırıq. Mənfi 5 ilə mənfi 10 hasili müsbət. Çünki bu da mənfidir, digər də mənfidir. Hasillər müsbət olacaq. Üzərinə əlavə edirik. 50, doğru cevabımız 67. Növbəti sual deyir ki, hansı yanlışdır? Gəldik də bir müqayisədə variantlara. 17, 13, 51'de 35. Bunları müqayisə edə bilmək üçün biz bir neçə qaydalar öyrənmişdik. Deməli, məxrəcləri eyni olan kəsirlərin müqayisəsi, sürətləri eyni olan kəsirlərin müqayisəsi. Üçüncü, sürət məxrəclər fərqlər eyni olarsa, düzgün kəsirlərdə bir müqayisə, düzgün olmayanlarda başqa müqayisə vardır. Növbəti qayda isə ən sadə hər birini tətbiq edə biləcəyimiz çarpaz vurma üsuludur. Yaxşı? Amma gəlin diqqət edin bu hissəyə ki, əgər 51 17-yə tam bölünürsə, məxrəcləri bərabərləşdirə bilərik. 51 17-yə bölünür, neçə edir? 3 dəfə. Deməli, bu tamamlayıcı vurup 3 götürə bilərik, bərabərləşdirə bilərik. 17 3-ə vursan 51, 12 3-ə vursan 39. Düzdür? 51'de 39, 51'de 35'ten bölüş olur mu? Olur. Demek ki bu doğrudur. 6'da 5, 48'de 35, 31. 48'in 6'ya bölünür, 48, 6'ya vursak 48, 5'e vursak 40. Doğrudur mu? Doğru. Doğrudur. 35, 59. Yani dikkat ederek bu deməli arasındaki fərqləri dikkat edelim. Bunlar 35'te 33 fərqini tapa biləcəyik. Deməli bunların için bir kəssə cavab 2 alacaq. Bunlar ise 2 alacaq. Düzdür? Yaxşı. Düzgün kəsirdir yoxsa düzgün olmayan? Düzgün kəsirdir. Düzgün kəsir isə sürət məxrəcində böyük olan ədədlər digərindən böyük olur. Əgər düzgün olmayan kəsir olsaydı, fərqləri bərabər olsaydı, o zaman düzgün olmayan kəsir, daha doğrusu başlayalım, düzgün olmayan kəsirlərdə sürət məxrəci kiçik olan böyük olacaq. Yəni buradakı görüntü doğrudur. Aydındır? Əgər bunlar düzgün olmasaydı, misal, belə bir şey olsaydı, 33'də 35, 57'də 59. Onda biz kiçik olan rəqəmləri digərindən böyük götürəcəyik. Növbətidə hər üç variantı deməli götürmədiyimizə görə 42 14'ə bölsək 3 dəfə, doğrudur? 3 14'ə vurup 42, 11'ə vursak 33, sözsüz ki, birinci kilitdən kiçikdir, amma böyük götürür. Doğru cavabımız B variantı olur. Geçin verilen ifade. Hesaplayın Əço bölünsün Əbu. Bunları hesaplamak için en asan yollar bir nesnenin qeyd olar. Tək Əbu və Əço tapıb bölməkdə olar. Və yaxud da ki, eyni makro ədədlərin Əço'nun Əbu'nun olan nisbəti onların ortak olmayan sadə qrupların hasili. Yəni C-ni verir. C-ni tapmaq üçün də daha sadə yolu edə bilərik. Sadə qrupları ayıra bilərik. 84'ü 2'ye bölsək 42, 2'ye bölsək 21, 3'e bölsək 7, 7'ye bölsək 1. Sonra 92, 2'ye bölsək neçəydi? 46, 2'ye bölsək 23, 23 özü sadədir 1. Demişdik ki, eyni olan qrupları seçək. Bunlar digərlərində yoxdur, doğru mu? Yaxşı. Əgər bu yox dedikləriniz varsa ki, birində olan digərində yoxdur, onda C-nin cavabı ilə həm ədədlərin hansıdır. Yəni, biz C-nin qiymətini və bu ifadəni qiymətini tapanda 3'ü, 7'ni, 23'ü birbirine vurmalıyız. Doğru cevabımız yani 2 göstersene. Hasılı vurup tapabilirsin. Olur. Deməli, bizə verilen ifadeler nöqtələrin yerine uygun gələn növbəti sualımızda bizə geçit 5 hektar ifadəsiyle əvəz edilir və nöqtənin yerine uygun gələn əvəz edilir. Deməli, 1 hektarı kvadrat metre çevirmək üçün biz əvvəlcə ne dedik? Demişdik ki, 1 hektarlık ərazi təxminən deməli, tərəfinin uzunluğu
100 metr olan kvadratın sahəsinə bərabərdir. Bu da 10.000 kvadrat metrdir. Yəni 1 hektar ifadəsinin qiyməti 10.000 kvadrat metrdir. Bizə 5-3 hektar dediyinə görə biz həmin bu ifadəni 5-3-ə vuraraq doğru cavabı tapa bilərik. Onu 5'e bölsək necə edir? 2'ye bölsək 6. Deməli bizim cavabımız 6.000 olur. Yəni cavab. Növbəti sualımız. İkidəviz ədədinin tərsi ilə. Yaxşı, ali kəsirlərin tərsini tapılır. Deməli, ikiləviz ədədinin tərsini tapsaq, 82 və 3 ədədinin əksini. Üçün əksi mənfi 3. Deyək ki, bu ifadələrin fərqini tapılır. Bu ifadələrin fərqini tapmaqda ne etmək lazımdır? Deməli, biz mötərizə daxildə də bir mənfi varsa, xaricində də mənfi varsa, mötərizə götüründürsə, müstəqət sevgilərsə, olacaq 3-2 plus 3. Toplasaq cavabımız necəydik? 3-3. Devam. Növbəti suala diqqət edirik. Deməli, bizə belə bu ifadələr ABC'nin işarəsini tapmaq lazımdır. Əvvəlcə başlayırıq hansı ifadələr? İkinci ifadəyə diqqət edək. B vurulsun C'nin kvadratı sıfırdan kiçikdir. Yəni bu nə deməkdir? Biz bilirik ki, kvadratı yüksəltdikdə istər müsbət, istər mənfi ədədlərin cavabları həmişə müsbət olsun. Yəni C kvadrat müsbət bütün alır. Hasilin mənfi olması üçün B'nin işarəsi olmalıdır? Mənfi. Deməli biz artıq tapdıq ki, B'nin işarəsi mənfi olsun. Yəni burada müsbət olması yanlışdır. Müsbət olması yanlışdır. Keçək digər. Deməli, B'nin işarəsi mənfidir, C kvadrat yerində müsbətdir. Hasilin mənfi olması üçün A'nın işarəsi olmalıdır? Müsbət. Teşekkür. Deməli, A da müsbətdir. Birinci ifadəsi mənfi olanları götürmürük. Doğru cavabımız A variantı. Digərini istifadə edərək C'nin işarəsini təyin edə bilərik. Dikkat edək. Modulda mənfi A'nın qiyməti 7-dən kiçik bərabərdir. A'nın olacaq tam qiymətlərin sayını tapılır. Deməli, dikkat edək. Modul ifadəsinin qiyməti biz bilirik ki, daxili mənfi də müsbət də olsa, bütün hallarda 7-dən kiçik olması, yəni bizə, daha doğrusu modul ifadəsinin qiyməti müsbət verir. Müsbət olub 7-dən kiçik ola biləcək ədədlər hansılardır? Amma tam ədədlərdən söhbət edir, ona nəzər alın. Deməli, 1, sonra 2, 3, 4, 5, 6, 7. Niye 7 oldu? Bəli, kiçik bərabər şərti. İndi bir şey dikkat edək. ki, içəridəki ifadədə A'nın yerinə mənfi yazsam, içəri mənfi olacaq, müsbət yazsam, mənfi olacaq. Başda mənfi yazsam, müsbət olacaq. Çünki tutaq ki, A'nın yerinə mənfi 1 yazsam, başdakı mənfi olacaq, müsbət 1'in oldu, yenə 1'dir. Nəticə etibarda bunu verəcək. Yaxşı. Deməli, A'nın qiymətinə həm müsbət, həm mənfi bir qiymətə verə bilər. Doğrudur. Yaxşı. Digər bütün hallarda nedir? Hamısını müsbət mənfisini götürün. Yaxşı. Bir şeye dikkat edin. Biz bunların hamısını yazdık ama bir əlavə qiyməti yazmadık. Yazmadığımız qiymət hansıdır? Bəli. Çünki bizdən tam ədədlər. Naxır ədədlər istəmədi və yaxud da müsbət qiymət, mənfi qiymət istəmədi. Sadəcə tam ədəddir. Tam ədəd dediyinə görə 0'da əlavə edəcəm, amma 0 işarəsi olmadığına görə 0-1 qiymət, digərləri isə 2 qiymət olaraq götürəcəm. 1'dən 7'ye qədər 2'li qiymət götürsək 14, bir daha da 0, cavabımız 15. Növbəti sualda. ABC'nin düzgahısında AEB'nin tərəzi ölçüsü 57 verir. Daha doğrusu 52. MAE bucağı, MAE bucağına dikkat edelim. MAE bucağı. Buranın kıymetli diyeceğiz. EAB'ye beraber. EAB. Yani buna beraber. Yaxşı. Bize düz bucağın verildiğinden sonra D bucağının tərəzi ölçüsü ne kadar? 90. Yaxşı. Bura 50, bura 90. Diğer bucağı ne kadar olacak? 37. Niye? Çünkü cəmi ümumlikdə 180 olmalı. Yaxşı, bu 37 olsa yuxarı nə qədər olacaq?
37. A bucağı necə bucaqdır? Düz bucaq. Diqqətli olun, düz bucaq. Və düz bucaq olur, yəni 90 dərəcədir. 37 bizdən istədiyi BAM bucağı, yəni buradakı bucağın dərəcə ölçüsü. Nə qədər olur? 37'ler topladı. 74. Bize ise kiçiği lazımdı. Burada BAM lazımdı. 90'dan 74 çıkılır. Doğru cevaplarınız 16 derece. D var. Növbəti sualda Aytan 19, Aynur isə 24 yaşındadır. Aytan 3 il tez, Aynur 5 il gec anadan olsaydı, Aytan və Aynurun yaşları cəmi neçə olardı? Daha ki, belə bir sual verir. 19 yaşında olan bir insan. 19 yaşında olan bir insan 3 il tez dünyaya gəlsəydi. 22. İndi hal-hazır yaşı neçə olardı? 22. 22. Doğru. Yaşı. 24 yaşında olan insan 5 il tez dünyaya gəlsəydi. Bəli, tərkini tapır. 19. Bizden istediği Ayten ve Aynur'un yaşlarının cəmi neçədir? Bunları sayılarını toplasak. Oracağımız B var. AE parçası 5 beraber hisseye bölünüp AF ile BD'nin nispetini tapın. Bakın dikkat edin. Bunların her birini aynı nispetle götürenler x'larla edilese AF'nin uzunluğu ne kadar olacak? Dikkat edin. 4x. Doğru. BD'nin uzunluğu ne kadar olacak? 2x. 4x'i 2x'e bölse doğru cevabımız 2 alır. Yani D var. Növbəti suala dikkat edin. A ile B'nin cəmini 17 verir. A bölü 17 plus B bölü 17 ifadəsinin cəmini tələb edir. Ne etmək lazımdır? Deməli, məxrəci ilə olan kəsirləri toplaya bilmə gücü nedir? Məxrəc olduğu kimi qalır, sürətləri toplayır. A ile B'nin cəmini biz 17 verir. Ne etmək lazımdır? Yerine 17 yazarak birbirine öldürürüz. Doğru cevabımız 1 B var. Növbəti sualımız. Əvvəlki izahlarımızda da bu suala toxunmuşduq. İndi yenidən bu suala baxdıq. 142 ədədinin natural bölənlərinin sayının tapılması. Deməli, 142'nin natural bölənlərinin sayını tapmaq üçün iş nə etmək lazımdır? Sadə qruplara aid ikinci. Həmin sadə qrupların hasilini hansı şəkildə yazırıq? Qüvvət şəklində. Daha gözəl qüvvət şəklində. Sonra qüvvət şəklini yazdıktan sonra ne edirik? Yine buyur. Qüvvətlərin üzerine bir əlavə edip sonra qüvvətlərin üzerine bir əlavə edilir. Bunları yok toplamır. Toplamır. Vururdu bəli. Üzerine bir əlavə etdikten sonra alınan ifadelerin hasillərini tapılır. Deməli biz 142'nin sadə qruplara ayıraq. 2'ye bölünür 71. 71'in özü sadə və olduğu kimi yazılır və nə olur? 1. Deməli 142 ifadəsi 2 vur 71'dir. Hər birinin qüvvəti 1. Doğru mu? Yaxşı. Bu birlərin üzərinə bir əlavə edərək bir-birinə vurmaq lazım. Doğru cevabımız 2 vur 2 yəni 4. Həmçinin də bir şey dikkat edə bilərik ki 142 ədədi 2 ile 71'in yəni 2 sadə ədədin hasılı olduğuna göre bütün hallarda bunların natural bölənlərinin sayı 4'e bölünür. Hasılarda o 4'leri ilk 1'e bölünür, sonra ikinci 2 ile 71 ədədlərinə bölünür ve son nəticədə 4'e bölünür. Nəticə 4 dənə bölən olur. Növbəti sual. Deməli, bərabərsizliyi ödəyən sadə ədədlərin cəmini tapın deyir. Deməli, 17 ile 35 arasındaki sadə ədədlər hansılardır? İlk hansıyla başlayır? 17'nin özüyle başlayır.
ki adından kaçırıya kiçik beraber oldu, böyük beraber olmasını diyoruz. Doğru mu? Deməli 17 sonra növbəti 19, 23, 29, 29, 27 3'e bölünür, 9'a bölünür. 29, 31. Başkası var mı? Evet. Tamam. Şimdi bunların üzerine baksan. 99. Tamam. Teşekkürler. Hesaplamışsın. Hemen kaçır hesaplandı. Növbəti sualda 32 ədədi, 3-5 ədədlərinin tərs mütənasib hissələrə bölünür. Gəlin bir şey dikkat edək, tərs mütənasib hissələrə bölünürsə, bunun iki həll yolunu sizə qeyd edəcəm. İki həll yolunun hansı sayılırsa ondan istifadə edə bilərsiniz. Deməli, ilk edəcəyimiz nədir? Birinci həll yolundan ibarətdir ki, 3-5 ilə tərs mütənasib hissələrə bölünürsə, bunların tərsi ilə düz mütənasib götürürsə. Yəni, 3'də 1 K, 5'də 1 K bərabər 32 yazırsak. Birinci halımız bundan ibarət. Deməli, ilk üsul bu ki, 3'də 1 K, 5'də 1 K'nın cəmini 32'ye bərabər edəsiniz və buradan K'nı taparaq 3'də 1, 5'də 1'ə hasili tapıb böyük ədədi götürəsiniz. Bunun həll yolu deyək. İkinci bir qayda. Ondan ibarət ki, əgər 32 ədədini 3-5 ədədlərlə tərs mütənasib hissələrə bölürsünüzsə, bunu ədədlərin yerini dəyişərək, yəni 3-5 deyil, sanki bu ifadəni 5-3 şəklində tərs deyil, düz mütənasib hissələrə bölüb cavabı tapa bilərsiniz. Yəni burada nə olur? 5K plus 3K bərabər 32. Buradakı fərq nədən ibarətdir? Elə həmin ifadələr birini tərs götürdük, birini öz götürdük. Fərq ondan ibarətdir ki, burada birinci ədədimiz 3'də 1 K olduğu halda burada 5K. Yəni biz ədədləri birinci, ikinci ədəd deyə ayırd edəndə burada nəticədə o fərqlədir. Yaxşı, birinci ifadəni hesablayaq. Məxrəcdə 3 ilə 5 orta məxrəc 15-dir. 15-i 3'ə bölsək 5K. Üzərinə əlavə etsək 5'ə bölsək 3K və cavabımız 32. Deməli 8K bölünsün 15, 32 olur. K'nın qiyməti olacaq 32 vurulsun 8'də 15, yəni 60. 60 K'nın qiymətidir. 3'də 1'ə vursaq, ədədimizin birincisi olacaq 20, ikincisi ise olacaq 12. Doğru? Gələk ikinci ifadəyə. Burada hesablasaq 8 K'nın qiyməti 32, K'nın qiyməti olacaq 4. 32'ni 8'e bölür. Doğru mu? Və birinci ədədi axtarsan 5'i 4'ə vurur 20, ikinci ədədi axtarsan 4'ü 3'ə vurur 12. Yəni diqqət edək, nəticələrimiz eynidir. İndi sizin üçün hansı daha asan yol, hansı yaddaşa qalan yolsa, bu şəkildə hesablaya bilərsiniz. Amma yadda saxlayaq ki, bu əsasən 2 ədəd, 2 nisbət şəklində verdiyi halda, yəni bunu etmək daha səmərəlidir. Digər hallarda, yəni gəlordu nəticələri nəzərə alıb yoxlayasınız. Yaxşı? Amma 2 dənə ədəd verə biləcəyi sizə böyük ehtimal ki, orada da bu şəkildə yazıb hesablaya bilərsiniz. Böyük ədəd istədiyinə görə doğru cavabımız 20. Yəni B variantı. Növbəti sualımız gəlir ki, ilk 50 natural ədədlər seçilmiş. Deməli, bizim verilən bütün ədədlərin sayına, ümumi sayına baxsaq 50 dənə ədədimiz var. Doğru mu? Və bir ədədin 8'e bölünmə ehtimalı. 8'e bölünmə ehtimalını tapmaq üçün bizə 2 hal lazımdır. 1. Əlverişli halların sayı, 2. Mümkün halların sayı. Arada mümkün halların sayı əlimizdə var. 50 natural ədəd. Yəni, mümkün halların sayı dediyimiz ehtimalın tapılması üçün məxrəcimiz bizə əvvəlcədən verir. Bəs sürətdəki ədəd, yəni əlverişli halların sayı nə qədər olmalıdır? 50'ye qədər ədədlər içərisində 8'e bölünən ədədlərə baxın. Hansılar? 8, 16, 24, 32, 40, 48. Nəticə 6 ədəd. Doğru mu? Əlverişli halların sayı 6. Onun kəsrlə verdiyinə görə məxrəci bizə gətirə bilərik. O zaman 2'yə vurur. Doğru cavabımız 0'dan %12. Ən kiçik ədədi göstərir. Biz demişdik ki, onun kəsrlərin müqayisəsində ən kiçik, ən böyük ədədlərini tapa bilmək üçün ən sadə yollardan biri. Vergüldən sonrakıların rəqəmlərinin sayını bərabərləşdirir. Necə bərabərləşdirir? Sıfırlar əlavə edilir.
Dikkat edin. Burada 3 tane rakam var. Burada 5. Burada 5. Burada ise 6 rakam var. En çoğunu hesap edirik. Yaxşı. En çoğunu götürür 6 tane 6 tane olan halda diğer azların yanına sıfırlar əlavə edir. Deməli bura 3 tane sıfır əlavə edəcəm. Bura 1 sıfır əlavə edəcəm. Burada 1 sıfır əlavə edəcəm. Sonra isə necə müqayisə edəcəm? Natural döndərşim. Yəni bu 3000. İkincisi 330. Bu 30'dur. Diğerisi 3'tür. Bunlar içerisinde en küçük hansı olur? 3. Yani D var. D. Şəklə əsasən X-i tapın deyin. Gördüğümüz şəkildəki bucağın dərəcə ölçüsü ümumi neçə dərəcəni göstərir? 90 dərəcə. Demək ki, bölünən bucaqların cəmi neçə dərəcə olmalıdır? 90 dərəcə. Gəl bunları toplayaq. Yəni 3x minus 10 dərəcə. Üzərinə əlavə edirik 2x plus 20 dərəcə və doğru cavabımız 90 dərəcə olmalıdır. Deyin ki, hər yəni dəyişən olan ifadələri sadələşdirərkən o tənişlərdə idi, müxtəlif tərəflərdə olanda bir tərəfə yığırdı. Burada isə onsuz da bir tərəfdədir. Yaxşı? Yəni burada sadəcə bir işimiz var ki, bunu sadələşdirmək, o zaman da x-ları toplamaq, yəni dəyişənlərə eyni olanlar. Ədədləri isə ayrıca toplamaq. 3x ilə 2x toplayıram 5x, mənfi 10 ilə 20 toplasam müsbət 10 dərəcə ki, 90 dərəcəyə bərabərdir. 90-dan 10 çıxsam 5x-in qiyməti olur 80 dərəcə, x-in qiyməti isə olur bölsək 16 dərəcə. Yəni D var. Verilmiş ədədlərdən neçəsi saydadır? Verilmiş ədədlərdən neçəsi saydadır? Gəlin dikkat edək. Sadə ədədlərin tərifini yadınıza salaq. Sadə ədədlər hansı ədədlər deyilirdi? 1 və özünə bölünənlər. 15, 1 və özündən başqa hər hansı bir ədədə bölünür. 3 və 5. 21 bölünür. 41 bölünür. Deməli ədədin biri burada. 51 hansı 3'ə bölünür. Doğrudur. 61 63 daha doğru. 79, 21 vesaire. 71 bölünür. 23 bölünür. Deməli sayıları nə qədər olacaq? 3 sayı. Bütün sualların izahlarını yekunlaşdırdıq. Hər birinizə uğurlar deyirəm inşallah. Növbəti maytan suallarını izləmədə qalın və ən əsas məsələ qeydiyyat apararaq istəyirsə bilmədiyi sualları həm təkrarlamağı, həm də yeni işləməyi unutmayın. Hər birinizə uğurlar deyirəm. Çox sağ olun.